Pişiyin evi nağılı. Biri varmış, biri yoxmuş. Çox uzaq olmayan bir məmləkətdə çox zəngin və təkəbbürlü bir pişik xanım varmış. Onun hər kəsin həsədlə baxdığı, naxışlı pəncərəli olan, bahalı xalçalarla döşənmiş böyük və təmtəraqlı bir evi varmış. Qapıda isə sadiq qapıçı, qoca pişik Vasili keşik çəkərmiş. Bir gün pişik xanım qonşularını, xoruzu, donuzu, keçini və onun arvadını evinə qonaq çağırır. Onlar gəlib bahalı mebellərə baxır, pişik xanımın var-dövlətinə təriflər yağdırırlar. Hamı şənlənir, rəqs edir, pişik xanım isə lovğalanmaqdan doymurdu. Həmin vaxt pəncərənin önünə iki balaca ac və kimsəsiz pişik balası gəlir. Onlar pişik xanımın qardaşı uşaqları idilər. Titrəyən səslə yalvarırdılar. Bibi, biz çox üşüyürük, qarnımız acdır. Bizi evə buraxın, biz biraz qızınaq. Lakin pişik xanım və Vasili onları qapıdan qovur. Varlı qonaqların keyfini pozmağa imkan vermirlər. Balaca pişik balaları kədərli halda qaranlığa qarışıb gedirlər. Amma bəxtin işinə bax. Qonaqlıq bitəndə böyük bir bədbəxtlik baş verir. Sobadan sıçrayan bir qığılcım bahalı pərdəni tutur və bir anda bütün ev alovlara bürünür. Yanırıq, köhnə ev yanır deyə fəryad qopsa da heç bir dostu pişik xanıma kömək etmir. Xoruz qaçıb gizlənir, keçi isə öz bağını düşünür. Hər kəs dağılışır. Pişik xanım və qoca Vasili evsiz eşiksiz küçədə qalırlar. Onlar yağışın altında qapı-qapı gəzib, bayaq birlikdə güldükləri dostlarından kömək istəyirlər. Amma heç kim onları evinə buraxmır. Hamı bir bəhanə gətirib qapını üzlərinə bağlayır. Axırda ümidsiz halda meşənin kənarındakı köhnə, uçuq-sökük bir daxmaya çatırlar. Bu, həmin qovduqları pişik balalarının evi idi. Pişik xanım qorxa-qorxa qapını döyür. Balaca pişiklər heç bir kin saxlamadan qapını açırlar. Gəlin bibi, bizim evimiz darısqaldır, amma hamınıza yer tapılar. Pişik xanım etdiyi səhvi anlayır və bərk utanır. O gecəni birlikdə keçirirlər. Bahar gələndə isə onlar birləşib köhnə evi deyil, hamının birlikdə xoşbəxt yaşayacağı yeni və mehriban bir ev tikirlər.